Sizə izah eləyəcəm. Vertikal, horizontal, bir də diagonal. Bunları necə eləmək lazımdır? Deməli, birinci vertikaldan başlayayım. Darağı düz aşağı darıyırsan, tez yaxınlaşdır. Darağın izlərindən olan bax xətlərdən birindən qoyursan, bax bu şəkildə çıxardırsan. Bax bu xətt belə düz olanda bu olur vertikal. Bir. İkincisi horizontal xətlərdir. Horizontal xətlərdə bax bu cürə darağı darayırsan, darağın izlərini görürsünüz. Bunlar düz olmalıdır. Düz olmasa olmur. Gördüyünüz bax kəsim əsnasında bunu necə eləyəcək göstərəcəm sizə. Bu xətlərin birindən baxın görürsünüz, bu xətlərin birindən ayırırıq. Belə bu şəkildə. Baxın bu şəkildə götürüləndə bu olur horizontal xətlər. Bu cür kəsilir. Üçüncü də diagonaldır. Diagonalın da nə olduğunu bilirsiniz. Diagonalda da bax saçlar belə daranır. Bax bu şəkildə daranır. Darağın xətlərini görürsünüz, izlərin. Həmən izlərin birindən bax əli basırsan ayrılır. Baxın bir dənə də göstərim. Bax belə saldın, darağı bastın, ayrılır. Bax ayrılan hissədən götürüb burada bu cürə belə kəsim yersən. Bu da diagonal kəsimdir. İndi mən sonra sizə bunun hansı kəsimdə necə olacağını sizə izah eləyəcəm.